Salam əziz izləyicilər, monitoring sualının davamı olaraq 4-cü tapşırığı qeyd edirəm. 110 dərəcəli buzağın düz buzaq olması üçün onu neçə dərəcə kiçiltməliyik? Bu zaman şəkildə çəkib görmək mümkündür. 110-dan 90 dərəcəni çıxıb 20 dərəcəni alarıq. İki düz xətt kəsişdikdə alınan bucaqlardan üçünün cəmi 220 dərəcə olarsa, dördüncünü tapın. Bu məsələlərdə deməli, alfa, beta və qammadan istifadə edirik. Alfa, beta və qammanın cəmi 220 dərəcədir. Tam bucaq 360 dərəcə olduğuna görə 360-dan 220-ni çıxırıq. Və nəticədə dördüncü bucağı tapırıq. Perimetri 40 metr olan düzbucaqlı formalı bağçanın uzunluğu enindən 3 dəfə çoxdur. Bağçanın sahəsini tapın. Bu zaman verilənləri qeyd edirik. Düzbucaqlının da perimetri P bərabər 2 vurulsun A üstəgələ B olduğuna görə uzunluq enindən 3 dəfə böyük olduğuna görə uzunluğu 3x, eni isə x qəbul edirik və yerinə qoyub x-i tapırıq. Tapdığımız x-i gətirib enini və uzunluğunu da yerinə qoyub sahəsini tapırıq. Sahəsi də en vur uzunluq olduğuna görə 5 vurulsun 15 bərabərdir 75.